Oppalara. Elə deyil. Pul istəyəcəksən. Sevirəm, deməklə qarın doymur. Amma bir-biri ilə harmoniyada olan insan o pulu da ki, az məbləğ bir pulu da çox gözəl şəkildə istifadə edə bilir. O da səhərə qədər o harmoniyada. Səhər duracaqsan ki, belə bir şey var da. Deyir ki, sən qazandığından çox xərcləməməlisən. Əslində, pul həm iqtisadiyyatdır, həm emosiyadır, həm də idarə etmədir. Yəni, bu üç nüans pulda birləşib. Burada ağıl, məntiq olanda, təbii ki, az bir məbləğ... Ailənin iqtisadi problemi varsa. Məntiqlə, düşüncə ilə. Məsələn, əgər evə 500 manat gəlirsə, siyahı hesablanmalıdır. Türkiyədə çox yaxşı bir laf var. Ən birincisi, həmin o gəlirin müəyyən bir hissəsi yatırım kimi kənara atılmalıdır. Burada da düşüncə... 500 manatın nə qədər gəlir? Nə qədər olsa da bir məbləğ az olsun, dama-dama göl olar məsələsi var. Yəni, pulun psixolojisidir bu. 500 manatdan yatırım. Müəyyən bir kənara atılmalıdır. Bu da dar gün üçün yox. Hansısa bir nəyisə almaq üçün, məsələn, səyahətə getmək üçün. Təsəvvür edin ki, 500 manatdan ayda 30 manat atsanız kənara, nə qədər pul eləyəcək? 10 aya 300 manat, bu ayda 400 manat. Bu ayda 15-20 gün ancaq çatır. Uşağın təhsili var, repetitor yanına getməyi varsa, bazarlığı varsa, bütçülə bacarıq şərt o deyil, bahalı bir restorana gedib orada xoşbəxt olmaq. Türkiye'de yaşlı bir laf var. Parasız erkeği annesinden başka kimse sevmez. Düz. Çox düz deyir. Amma onda niyə paralı erkəklər bugün ailələrində mutlu deyirlər? Şimdi para mutluluğu satın alıyor mu? Maalesef alıyor. Almıyor diyen yalan söyler. Niye? Hastaneye giderken bir Mercedes'te gitmek var. Bir de otobüste gitmek var. Yox, elə xəstəliklər var, elə onların dərmanları var ki, onları almalısan. Almalısan. Yəni biz o tərəfdən xoşbəxtliyi almaq kimi bir şeydir. Sağlamlığa gedən bir yol o dərmanı almaq, o həkimə aparmaq ki, bilirsən ki, sənin övladın xəstədir və bunun əlacı filan ilaçdadır, dərmandadır. Ona alınması üçün pul para lazımdır. Yəni pulu da biz çox qabartmayaq da. Yəni insan xoşbəxt olmaq istəyirsə, yəni o milyon lazım deyil ona. İnsan var ki, onun milyonu var, o xoşbəxt deyil. Amma insan var ki, tələbatlar təbii ki, dediyim kimi, birinci pul bizim birinci baza tələbatımızı ödəmək üçündür. Digər yuxarı qalxdıqca ora pul lazım olmur. Fəxriyə xanım, heç dostlarınızla münasibət qurduğunuz insanlar